Dilvə nəzarət elə. Bilmədiyin şeyi soruşanda deyirəm, bilmirəm. Başlama sözü oyan bu yana əyməyə. Əllamə Təbətəbai kimi alim adam 3 dəfə deyərdi, bilmirəm, bilmirəm, bilmirəm. Bu şəkildə dillərinə nəzarət eləyərdilər, daxillərinə nəzarət eləyərdilər. Bizim işimiz çox çətindir valla. Burada dayananların işi. Bəzi adamlar var ki, can atır. Az qalıram, bilirəm, böyük bir şərəfdir insanlara xidmət eləmək. Gedir oxumağa, az qalırsan, mane olasan ki, sən Allah başıva iş açma. Adamda hərdən, düz söz deyil bu. Gərək təşviq eləsən, oxusun, savadlı olsun, xidmət eləsin. Amma işin çətinliyini də görəndə burada dayananların ayrıca hesab kitabı var qiyamətdə. Bunu başa düşmüşəm mən, özüm üçün başa düşmüşəm. Buradan deyirəm, ay cəmaat, Allaha belə təvəkkül edin falan, düş bu minbərdən sabahın dərdini çək. Sabah necə oldu bu, danışdığınla bu halın necə uyğundur bir-birinə? Amma bir ölkədə xüsusilə ruhanilər, siyasətçilər, ziyalılar düz danışsa, sözü ilə əməli düz gəlsə bir xalq nicat tapar. Bir millət nicat tapar. Bir alim deyir, getdim bir nəfərin yanına, Məşəddə dedim, istixarə eləməm üçün. Dedi, get daxil ol hərəmə, gör cəmaat məsələn sənə nə deyir, nə sual verir. Bəlkə elə o sualların cavabında özün də cavabını tapdın. Deyir, getdim, oturdum orada, bir nəfər yaxınlaşdı, bir sual verdi mənə. Sual verdi, cavab verdim, sonra gördüm ki, elə bu istixarə yox, özümə lazım olan məsləhəti ona verdim. Allah bəzən belə tənzimləyir işləri. Allahümmə və əntiqni bil-huda. Bunu çox dua eləyək. İlahi, mənim dilimi danışdır, necə hidayətə səbəb olsun sözlərim. Hidayət üçün danışım, özüm və başqaları. Allah bəzən öz dilimizə haqq sözləri salır ki, öz bəhanəmizi kəssin. Deyəndə ki, bilmirdim, necə deyirdin bunu hamıya. Onda söz qalmayacaq, bir var eşitmədi və dilinlə deyirdin. Ona görə də Əleyhisselam buyurur ki, təqvalılar elmi helmlə birləşdirər, sözü də əməllə birləşdirər. Bu qədər inşallah gələn həftə qismət olsa davam eləyərik.